15 yaşlı güləşçilərimiz Avropa birinciliyinə hazırlıqlarını davam etdirirlər. Onların məşq prosesindən kadrları sizə təqdim edirik. İyunun 25-nə 28-nə kimi İtaliyanın Kaorle şəhərində yeniyetmə yaş qrupu üzrə keçiriləcək qitə birinciliyində güləşçilərimiz uğurlu nəticələr qazanmaq əzmindədirlər və bunun üçün də hazırlaşırlar. Yeniyetmə pəhləvanlar bir neçə mərhələdən ibarət hazırlıq prosesinə Mərdəkanda davam edirlər. U-15 sərbəst güləş üzrə yığmanın həyətində qitə miqyaslı beynəlxalq turnirlərdə gimnaziyadada qalib və mükafatçı güləşçilərimiz yer alırlar. U-15 komandamız son illərdə iştirak etdiyi beynəlxalq turnirlərdə ümumiyyətlə demək olar ki, mümkün medalların əksəriyyətini qazanaraq bizə gələcək vəd edirlər. Komandanın da istəyi üzrə hansı bölgədə istəyirsə o bölgələrdə bizə təlim məşq toplantılarını təşkil edirlər. Məsəl üçün Avropa birinciliyindən öncə birinci təlim məşq toplantımız bizim oldu Xaçmazda və ikinci məşq toplantımız burada Mərdəkanda gimnaziyadadır. Burada olmağının bir xeyri ondan ötürü ki, buranı mən bildiyimə görə sırf güləşin ocağı eləmək istəyirlər. İlk ilimdə Avropaya getdiyim üçün çox sevincliyəm. Buna görə də yaxşı fiziki təlim toplanışında keçdik. İnşallah buradan da gözəl yollanıb Avropadan da qızıl medalla gələcək. U-15 İSF dünya oyunlarında 3-cü yerə layiq görüldüm. Biz indi hal-hazırda U-15 Avropa çempionatına hazırlaşırıq. Bundan əvvəlki hazırlıq prosesi Xaçmaz şəhərində olmuşdu. Fiziki təlim məşq toplanışı olmuşdu. 10 günlük orada qaldıq, məşq elədik. İndi isə döşək məşqlərinə başlamışıq. Bu il Resko çempion oldum. İnşallah Avropaya gedirəm. Keçən il 15-də Yunanistan'da çempion Avropa oldum, şükür Allaha. Bu il də inşallah yığmamız qəşəng məşq keçir. Bunu da dəyərləndirəcək. Avropada çempion olacaq inşallah. Güləşçilərimizə uğurlar arzu edirik.